Salam hörmətli izləyicilər. Nəzərə çatdırım ki, biz Azərbaycan Respublikası Könüllü Növbətçilər İctimai Birliyi, mən Mərkəzi Aran Regional Təşkilatının sədri Cavid Piriyev. Qeyd ki, biz bu gündən Göyçay rayonunun Çərəcə kəndindəyik. Çərəcə kəndindən bizə müraciət olmuşdu bir qrup sakinlər tərəfindən ki, avtobus marşrutu, həmin mən göstərəcəm oranı, həmin marşrut gəlib orada dayanır və oradan geri qayıdır, yəni şəhərə və həmin yerdə dayanacağın qoyulması ilə əlaqədar. Xahiş etdilər ki, biz bu məsələni ictimaiyyətləşdirək, adəti qurumlara çatdıraq və adəti qurumlarda bu məsələ ilə əlaqədar vətəndaşlara, yəni sakinlərə kömək göstərsinlər. Bəli, doğrudan da biz bura baxdıq. Burada deməli bir neçə təsərrüfat var, ev var ki, həmin orada evdən çıxan vətəndaşlar, sakinlər şəhərə getmək üçün gəlib həmin yerdə dayanırlar. Küləkli, yağışlı havalar olur ki, orada da belə deyək ki, dayanacaq olmasa insana çətinlik çəkir. Biz də adəti qurumlardan bir daha xahiş edirik ki, bu işdə əlaqədar dəstək olsun. Mən indi müraciəti sizə yönəldirəm. Vətəndaşlardan indi də sorğu istəyəcəyik. Bəli, bax gördünüz, burada bax bu yerdə stayankanın qolmasını xahiş edirik vətəndaşlar. Burada evlərdir. Bax gördüyünüz kimi nə qədər ev var burada. İndi mən yaxınlaşıram vətəndaşa. Buyurun özü təqdim edin. Hər vaxtınız xeyir olsun. Müəllim, düzgün tələb qoydunuz. Mütləq bura bir stayanka lazımdır. Cəmaatın yağışı var, qarı var, suyu var. Gəlirlər elə boş yerdə dayanırlar burada. Stayanka mütləq bura lazımdır. Yəni xahiş edirsiniz ki, xahiş edirik ki, bizə bir dənə burada stayanka qurulsun. Cəmaat rahat avtobusla gəlsin, minsin, şəhərə getsin. Bəli, doğrudan da gözəl, müraciətli vətəndaşlar doğru düzgün bu işdə xahiş edirlər, müraciət edirlər. Bax, bura son avtobus, yəni ictimai nəqliyyat gəlir buradan. Burada dayanır, sonra geri qayıdır şəhərə. Yəni çox şükür ki, bu günlərim biz deyə bilərik ki, doğrudan da Azərbaycan Respublikası çox belə deyək ki, inkişaf etmiş dövlətdir. Eşq olsun cənab prezidentimiz İlham Əliyevə. Doğrudan da bugün kənd yolları gördüyünüz kimi asfaltdır. Bu çox insanları sevindirir, sakinləri sevindirir. Yolumuz asfalt, şərait var, qaz, işıq, su. Yəni hər bir şərait kənd üçün yaradılır. Bu da cənab prezidentimizin xalqa göstərdiyi belə deyək, gözəl xidmətdir. Eşq olsun cənab prezidentimizə, öz xalqına, dövlətinə dəyər verən prezidentimiz. Bəli, bax burada qeyd edim ki, bu evlər hamısı burada, yəni kənd yeridir gördüyünüz kimi. Bax, asfalt yol, bir müraciət, bir xahiş, dayanacağın burada qoyulması, yəni avtobus dayanacağın burada qoyulması olsa çox gözəl olar. Biz də adəti qurumlara çox xahiş edirik ki, biz bu məsələni sosial şəbəkələrdən onlara ünvanlayırıq, paylaşırıq ki, adəti qurumlar görsünlər və bu işdə Çərəcə kənd sakinlərinə kömək göstərsinlər. Hər kəsə eşq olsun. İnşallah ki, dayanacaq qoyulsa, biz də gələk burada çəkiliş edərik və öz təşəkkürümüzü kənd sakinləri adından adəti qurumlara göndərərik. Diqqətiniz üçün minnətdarım.